Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Fransız həkimlər çörək, taxıl və kartof kimi gündəlik qida məhsullarında rast gəlinən zəhərli ağır metal, kadmium, sağlamlığa təsirləri ilə bağlı ciddi xəbərdarlıq edir. Kadmium torpaqda təbii şəkildə mövcud olan və fosfat gübrələrdə istifadə edilən ağır metaldır. Xəbər verilir ki, bu metal qida zəncirinə bitkilər vasitəsilə daxil olur. Siqaret də kadmium ehtiva etsə də, əhalinin əksəriyyəti bu maddəyə ən çox qida vasitəsilə məruz qalır. Fransa Regional Peşəkar Sağlamlıq Birliyi bildirir ki, uşaqlarda qidalanma səbəbilə kütləvi zəhərlənmə riski var və bu onların böyüdükcə sağlamlıqlarına ciddi təsir edə bilər. Fransanın Qida və Ətraf Mühitin Təhlükəsizliyi Agentliyinə görə, böyüklərin gündəlik rasionlarının cəmi 0,6% yüksək kadmium səviyyəsi ilə əlaqəlidir. Lakin bu rəqəm 3-17 yaş arası uşaqlarda 14%, 3 yaşdan kiçik körpülərdə isə 36%-ə qədər yüksəlir. 2023-cü ildə aparılan araşdırmaya əsasən 2000 ilə 2022-ci illər arasında Avropa Birliyinə ən çox kadmium xəbərdarlığı İtaliyadan daxil olub. Onu İspaniya, Almaniya, Fransa və Polşa izləyir. Avropa Birliyi 60 mg-dan yüksək kadmium tərkibli fosfat gübrələrini qadağan etsə də, bəzi ölkələr bu limiti daha da sərtləşdirib. Fransa isə Avropa Birliyindən ən çox fosfat gübrəsi istifadə edən ölkə olaraq bu istiqamətdə əlavə tədbir görməyib.